Şahin müəllim, icma görüşündə xeyli insan iştirak elədi. Həm Səudiyyə Ərəbistanının krallığından, həm ərəb ölkələrində yaşayan azərbaycanlılar iştirak etdi və maraqlı çıxışlar oldu, qızğın müzakirələr oldu, fikir mübadiləsi aparıldı. Sizin rəyiniz necədir? Sizin fikriniz necədir? Hansı qənaətə gəldiniz bu görüşdən? Təşəkkür edirəm. İlk növbədə deməliyəm ki, Fuad müəllimin Muradovun rəhbərliyi ilə diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri və onun əməkdaşlarının iştirakı ilə keçirilən bu tədbir düşünürəm ki, son dərəcə vacib tədbir. Bir neçə il bundan əvvəl də komitənin sədri başda olmaqla burada təxminən bu yalnız Səudiyyə Ərəbistanında yaşayan azərbaycanlılarla görüş keçirilmişdi. Amma bu demək olar ki, bütün qonşu ərəb dövlətlərində olan Azərbaycan diasporalarının koordinatorlarının iştirakı ilə keçirilir. Özünüz də gördünüz, bir şey qeyd eləməliyəm ki, konkret hətta Səudiyyə Ərəbistanında yaşayan azərbaycanlılar bunlar fərqli adamlardır və qeyd eləməliyəm ki, bunların hər biri çox maraqlı bir sahənin mütəxəssisləri, deyək ki, həkimlərdir, ya Saudi Aramco kimi böyük neft şirkətində işləyən adamlardır və yaxud neft enerji nazirliyində işləyən mütəxəssislərimiz var bizim. Bir görüş zamanı onların haqqında danışdıq. Müxtəlif şirkətlərdə çalışan adamlarımız var. Yəni fərqli adamlardır və doğrudan da bizim Azərbaycanın da təbliğində onların xeyli rolu var. Elə əsas məsələ odur ki, getdiyimiz, təmasda olduğumuz bu həmin adamların çalışdığı müəssisələr, istər dövlət müəssisələri, istər şirkətlərdə ancaq onlar haqqında müsbət rəy işləyirik. Çox böyük şeydir, çox vacib əhəmiyyət kəsb edir. Yəni ölkələr var ki, ancaq öz əhalilərinə görə ancaq gedib onların problemləri ilə məşğul olur. Amma bizim belə də gündəlik ola bilər, hansısa hardasa xırda bir problemimiz ola bilər və səfirlik də o işə əlbəttə kömək eləməyə çalışır. Çox vacib idi, düşünürəm ki, Fuad müəllimə də çoxlu suallar verdilər. Bəzi sualları mən cavablandırdım. Əlbəttə, həlli tələb olunan məsələlər hələ var. Bəziləri bizdən asılıdır, bəziləri bizdən asılı deyil, deyək ki, yerli rəsmi orqanlarla bağlıdır. Amma ümumilikdə deməliyik ki, Azərbaycanın xarici siyasətində ərəb İslam dövlətlərinə münasibətlər əsas prioritet istiqamətdir və ərəb dövlətləri içərisində də Səudiyyə Ərəbistanla münasibətlər mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın çox fəal əməkdaşlığı var. Ona görə burada yaşayan azərbaycanlılar da ümumi şərəfli əməkdaşlığın inkişafına öz töhfələrini verirlər. Təkliflər nə qədər reallıdır? Əslində real şeylərdən danışırlar, real məsələlərdir onlar. Sadəcə onların bəzilərinin məlumatı yoxdur, informasiyası yoxdur. Çünki hər xırda şeyləri də biz bunlarla bölüşmürük, amma bölüşməliyik təbii. Əlbəttə orada müəyyən məsələlər var ki, o dövlətin qarışmağından çox, deyək ki, özəl sektorun bu işə qoşulmasını tələb edir. Əlbəttə, haqlı təkliflərdir. İndi biz onun üzərində bir daha işləyərik də. Çox mən də şadam ki, bizim azərbaycanlılar müəyyən məsələlərə diqqət edirlər. Mətbəx zad məsələləri özünüz gördünüz. Ona diqqət edirlər. O da əlbəttə vətənpərvərliyin bu da bir xüsusiyyəti. Biganə deyirlər. Onu müşahidə elədik ki, biganə deyirlər. Biganə deyil. Çünki o bəzi ölkələr var ki, bizim marağımızda olan ölkələr var ki, onların da oradan da mətbəxi burada biraz yayılıb, geniş yayılıb. İndi bu və ya digər səbəblərdən, obyektiv, subyektiv səbəblərdən, amma biz onun üzərində işləyirik. Yəni bunun ancaq faydası var, ancaq xeyri var. Sağ olsun, yenə deyirəm, Fuad müəllimə mən təşəkkür edirəm. Ölkələri Səudiyyə Ərəbistanını bir mərkəz kimi seçib qonşu dövlətlərin diaspora təşkilatlarının koordinatorlarını bura toplayıb. Və düşünürəm ki, faydalı olacaq. Çoxlu suallar var və onlar da yəqin ki, yaxın vaxtlarda həllini tapacaq. Təşəkkür edirik. Çox sağ olun. Çox sağ olun.